Qırmızı da mən niyə keçirəm axı? Ay! Ondan dəli git. Çox adam lütdü burada və o lütləri göstərsəm məni... Bunun quyruğuna bax, quyruq göstərir. Bunun sarayın düzündə hoqqa verirdimi mən sizin yaşınızda olanda? Konkret bir şey deyildi bu qədər. Karnaval deyiləndə ağlınıza nə gəlir? Təbii ki, Rio karnavalı. Dünyanın ən məşhur karnavalı hesab olunan Rio karnavalı və mən bu gün sizi Rio karnavalına aparacağım. Qardaş qardaşa bu yaxşılıq eləməz, mən sizə eləyirəm. Bunu unutmayın. Getdik. Hal-hazırda Braziliyanın Rio de Janeiro şəhərindəyəm. Rio de Janeiro. Bu Rio de Janeiro şəhərindəyəm və Rio de Janeiro şəhəri hal-hazırda festival zamanıdır. Bugün festivalın karnavalın ilk günüdür. Rio karnavalının və bütün şəhər demək olar ki, bu karnavala hazırlaşıbdır. Bütün şəhərin hər yerində, yəni bu karnavalın abu-havasını görmək mümkündür. Mən artıq 10 günə yaxındır Riodayam, amma bugün, özəlliklə karnavalın başladığı gün hər şey birdən-birə dəyişdi və hamı, belə deyim, lütlənməyə başladı. Məhz elə bugün, karnavalın başladığı bugün hər şey birdən-birə 180 dərəcə dəyişdi Rioda. Hop, nə qarsan gör? Uğraşım. Karnavaldan əvvəl sizə bir bazı karnaval haqqında məlumat verim ki, orada it yiyəsini tanımayacaq. Mən orada izah eləyə bilməyəcəm də sizə. Deməli, karnaval necə bir şeydir? Yol... Qırmızı da mən niyə keçirəm axı? Demək, karnaval necə bir şeydir? Ay! Ondan dəli git. Karnaval necə bir şeydir ümumiyyətlə? Karnaval, Rio karnavalı, samba şeyləri var, nədir onun adı? Bu məktəbləri var. O məktəblər arasında keçirilən əslində bir yarışdır. İlk 2 gün bu məktəblər öz aralarında yarışırlar. İlk 2 gün. Və oradan müsiflər heyəti falan beşmişkən orada ən yaxşı o keçidi şeyləyən, ən yaxşı samba məktəbini seçir və onlar bir üst liqaya vəsiqə qazanırlar. Sonraki 8 gün isə konkret, yəni o üst liqanın mübarizəsi olur. Sonuncu gündə, yəni konkret ən belə top məktəblər bir-birinə yarışır. Əslində başa düşdünüz, çox yoruldum. Çox yoruldum. Karnavaldan bir gün əvvəl gəlsəniz, bax, karnavala bir gün qalıbdır. Bir gün əvvəl gəlsəniz, Rio'da demək olar ki, karnavalda demək olar heç nə tapmayasınız. Amma karnavalın başladığı gün hamı reski bütün paltarların dəyişir və karnavala hazırdır. Düzdür, mən paltarımı dəyişmişəm, bunu çıxardacağım. Sizə prosto ayıb olmasın deyə çıxartmıram. Karnavalın başladığı gün hamı paltarın lütlənir, lütmədərcə düşür küçələrə. Karnaval özü Sambadromda keçirilir. Sambadrom mən hal-hazırda olduğum yerə yaxın bir yerdədir. Matadrom kimi bir şeydir. Nəysə, Sambadrom bir stadion tərzində bir şeydir və bütün Rio karnavalı həmin o Sambadromda keçirilir. Bütün keçidlər o Sambadromda olur. Nəysə, bu qədər məlumat verdim. Biraz sizi karnaval atmosferi ilə tanış eləyəcəm. Amma çox da belə dərinliyinə girməyəcəm söhbəti, çünki çox adam lütdü burada və o lütləri göstərsəm məni bloklayacaqlar Instagramdan, nə bilim, YouTube'dan falan beşmişəm. Onun üçün ən salamatı elə belə üstü örtülü bir şeylər göstərməkdir. Nə varsın? Evet. Və 10 gün müddətində, yəni bu formada davam edir. 10 gün müddətində Rio olacaq dəlixana. Qardaş, biz özümüz də Rio uşağıyıq, yəni belə şey Rio'da. Ola! Belə, Rio 10 gün, yəni bu vəziyyətdədir. Rio! Yaxşı, sağ ol. Məşhuram. Mən indi bildim bunlar niyə bu qədər içirlər. Çünki ayıq beyinlə bu... Ola, çünki ayıq beyinlə çəkiləsi dərd deyil bu. Yəni, onun üçün yəni hamısı içirlər çünki... Ayıq beyinlə bu zülmü çəkmək olmaz. Bu, belə, qardaş bu. Belə olmayacaq bu. Bunun quyruğuna bax, sizə quyruq göstərir. Bunun quyruğuna bax.
Ətrafda cəmaət belə. Mən də əslində eləyirəm bunların çoxsunu, amma prosta sizə özümü belə maraqlı göstərmək üçün, cool göstərmək üçün deyiləm də güya ki, mən belə şeylərlə əlaqəm yoxdur. Kameranı söndürən ki, mən də qoşuluram. Belə, yəni maraqlı bir şeydir, yəni hər insan məncə yəni həyatında telefonu tutmuşam olur belə. Hər insan həyatında bir dəfə də olsun ən azından. Gəlib bu Rio karnavalında olmalıdır yəni. Ən azından bir dəfə də olsun. İnsan Rio karnavalını görməlidir çünki inanılmaz bir atmosferi var. Hələ günorta saatlardır, hələ axşama yəni ən azından bir 6 saat var. Və Rio karnavalının olacağı yer, yəni Sambadrom. Yəni hələ burada nə qədər uzaqdadır, ora piyada başlayır. Allah bunlara şirindilər. Sambadrom hələ burada nə qədər uzaqdadır, hələ ora girib getməliyim. Biz qocalmışıq. It's a vlog? Hi. Biz qocalmışıq, bunlar cavandılar, bunlar cavandılar, biz qocalmışıq, bizdən keçib uca, Çalan da homoseksual var. Şey yadıma düşdü o şey var deyir. Dostluğunuz heteroseksual olsa nə edərsən deyir. Özünə bildirmərəm amma uzaqlaşaram. Yəni o söhbət. Cavan uşaqsız bala. Cavan uşaqsız özünüz gedin. Ay sağ ol belə. Mən sizin yaşınızda olanda bala, sarayın düzündə hoqqa verirdim mən sizin yaşınızda olanda. Bala, cavansız, siz indi yaşınızın qədrini bilin. Saatlar ilerledikçe, yani akşam saatlerine doğru artık daha da böyle diyeyim, sıklaşmaya başlıyor. Akşam saatlerine doğru daha da sıklaşmaya başlıyor ama ben yavaş yavaş saat təxminən bir 6'nın yarısı falandı. Ben yavaş yavaş Sambadrom'a gitmeliyim ki saat 7'de Sambadrom'un kapısı açılacak ve Rio karnavalına girişe icazə verilecek saat 7'den itibaren. Saat 7'den itibaren saat 9'da da şey başlamalıdır. Karnaval başlayacak. Okay. Buralar şeyde yok uydu. Bir gün evvel buraların hiçbiri yok uydu. Bu soyuq şeyler, isti şeyler var ya bu Targov'da olan. Ora kimi bir yerdi. Sırf karnaval günlərində yani qurulur da. Karnaval vaxtı qurulur. Və bir günə qurdular bunların hamısı. Yani dünən yok idi bunların hiçbiri. Yani bir günə bunların hamısı. O bizdeki o dediğim kimi o Targov'da şey var ya. Soyuq şeyler, isti şeyler. O eller isti şey. Onun için bir şeydi yani. Ama sırf karnaval için qurulur. Ama o qiymətləri də baha deyil. Ümumiyyətlə şeydə qiymətlər baha deyil. Belə deyim də. Braziliyada qiymətlər belə ütopik baha deyil. Tamam, okey. Digər Latin Amerika ölkələrindən müqayisədə bahadır, amma yəni belə ütopik bir qiymət yoxdur. Normalda bunu Avropa ölkələrində məsələn bunu bu cür bir sendviçi neçədir? Təxminən 4 manat 50 qəpik, 5 manatdır da. Yəni digər yerlərdə bunu 10 manat, 12 manat alma olur. Yəni, turistik bir yer, deyə nəzərə alsaq. Hola. Təxminən bu hissələrdə falan qəşəng toyuq kebab verirlər. Dedim bir qismət orada. Toyuq kebab da deyil əslində, ona oxşar bir şeydir. Deyib oradan bir qismət çörək yeyim ondan sonra. Çünki yəni bütün gün atsız olacağım, ən salamatı. İndidən gedim yemək yeyim ki sonra Sambadrom'a gedərəm karnaval üçün. Tapamıram onu. Onu tapsaydım bir çörək yeyib çıxıb gedərdim. Burada otururdu hepsi. Yazıq burada otururdu. Bir de buradadır. Kardeş. Kardeş bana yemek ver. Doyuzdur beni. Bir de tapdım. Bu toyuq kebabı için bir şeydi. Yani demin olarak tadı aynı şeydi.
Bunun üstüne ve fərqli maraqlı souslar vurur. Dadı biraz daha dəyişir, amma yəni bizim demək olar ki, o toyuq o çöp şişləri olur. Ondan demək olar ki, eyni. Ona Coca-Cola normal. Belə bir şeydir. Üstüne belə souslar vurur. Ya. Yerim devam edeceğim. Valla bir tane Coca-Cola, 2 tane de o kebaptan yersen ne kadar elədi? 5 manat satıyor. Çok süper qiymət. Getdik. Yeşiysən. Adamsan, adam balasısan. Eləmə də. Bu arada Rio həqiqətən yəni bu cür bir yerdir. Kim harda gəldi yatır, kim harda gəldi nə bilim tualetini edir, kim harda gəldi nə bilim uzanır, kim harda gəldi nə edir. Yəni Rio konkret bu cür bir yerdir. Yəni bildiğin dəlixana. Yəni o burada yatır. O birisi məsəl üçün o burada yatır. Məsəl üçün yolu keçdik. Bu burada uzanıbdı. Yuxusu gəlmir, yəqin birazdan yatacaq. Sonra bunlar burada oturubdular, heç bezlərini deyil. Bu burada yatır. Bu o orada yatır, o orada yatır. Rio konkret yəni bu cür bir yerdir və burada cəmaatın belə deyib əyləndiyi sahədir. Karnaval ərəfəsi deyil, yəni karnaval günü deyil, biraz daha adam çoxdur bu gündür. Yəni, cəmaat, xalqın uşaqları karnavala hazırlaşır. Karnavala. Yəni Rio karnaval deyiləndə, yəni beynimizdə təxmini belə bir şey canlansın. Düz mən sizə aparadım onun tam yerinə. Harda olur Rio karnavalı? Ola. Mən sizə aparadım onun tam yerinə. Harda olur Rio karnavalı? Oraya aparadım. Prosta yəni buralarda görün ki, ətraf mühitdə, yəni ətraf buraları göstərəm ki, ətrafda bu cür olur da, yəni karnavalın ətrafı. Ayda. İndi mən nəyi fikirləşdirəm? Bu cəmaat bütün gecə yatmayacaq. Bütün gecə bunlar yatmayacaq. Mən də gecə yatmalıyam. Mən bunlar üçün bala, mənim başım səs götürmür. Və mən qalıram burada. Bu cəmaat burada səhərə qədər yatmasa mən necə yatacaq? Onu fikirləşdirəm bu dəqiqə. Ayda mağazalardan öyle işini almaq olmur. Hamısını qabağın bütün tutubdular ki bu formadakı. Cəmaat içəriyə doluşmasın. Pis oldu bu. Yaxşı olmadı. Neyinləyəm ben? Carnaval! É Brasil! É Brasil, não é Brasil! É o Brasil! Vai pra qual canal? Vai pra qual canal? Sadigo. Andigo? YouTube. Ah, vou lá dar um like, hein? Hello, YouTube! É no YouTube, irmão! É no YouTube! Çok səmimiyyətsiz görüntülər, çox səmimiyyətsiz, çox səmimiyyətsiz. Burada mağazaya girmək üçün boyun növbədir. Çox növbədir. Çox növbədir. Bu qədər mən gözləyə bilməyəcəm. Qəti. Yavaş mən gedim görüm boşda mağazalardan tapıram. Tu é o quê? Tu não, sem filmar, tá pra ser! Bu gençler yaman olur əşi. Gençler yamandır, yox. Gençler yamandır. Ben GoPro ilə çəkirəm deyə hava qaralır, biraz keyfiyyət öləcək də üzürü sayarsınız. Yəni yavaş. Tamam. Hoppa, ay maşallah. Hava qaralır. GoPro ilə çəkdiyim üçün keyfiyyət biraz azalacaq, amma çalışsam axıra qədər çəkim. İndi də gedirəm ara
Sambadroma artıq yaxın bir yarım saatlıq yol var Sambadroma piyada. Əslində avtobusla getsən yarım saatdır, piyada dedim, piyada gedim. Yavaş-yavaş Sambadromun yolunda. Hə, bax Sambadroma gəldim, prosto mən harada sektor burada. Məndə sektor 11-dir. Getməliyəm üzü yoxşa, üzü yenişə. Ənə getməliyəm. Giriş qapısı buradır. Aqui? Obrigado. Geçtim sen. Böyle. Çıxım yuxarıya. Bilmirəm, girəndən sonra çıxmaq olurmu, çıxandan sonra çıxmaq olurmu, amma bəlkə yuxarıya qalxdı. Qalxıb oturaq da, düz 1 saat tez gəlmişəm, amma ev yox, olsun. Gözləyərik də. Ne olacaq? Bura da elmə. Ay anasan, bəli. Heç kim yoxdur hələ ki, ətrafda. Çox az adam var. Ola. Burada Rio Karnavalının keçirildiyi ərazidir. Bu məşhur Rio Karnavalı məhz bu ərazidə keçirilir. Hər il mütəmadi olaraq. İndi hal-hazırda çox adam yoxdur. Saat 8-də işləyib, amma 9-da karnaval başlayır, 9-a qədər bura adamla dolu olacaq. Yerə iğnə atsan yerə düşmür də, elə bir yer idi. Karnaval başlayana qədər sizə bəzi şeylərdən məlumat verim. Gördüyünüz kimi mən hal-hazırda 11-ci sektordayım. Sektorlara bölünübdür bu gördüyünüz. Neçən sektor bilmirəm, amma 11, 9 falan belə bu formada gedir. Birinci sektor ta o tərəfdədir. Son sektor da buradadır. 13-cü, bundan sonra 13-cü sektor. O 12-dir, bu da 10 olmalıdır. Bu formada gedir. Buralar VIP yerlərdir. Buraların qiyməti çox da bahadır. Buradan başlayır. Burada bitir karnaval. Parad olacaq indi. Paradda cəmaət yəni fərqli belə deyim samba məktəbləridir. O samba məktəbləri o başdan başlayır, gəlirlər bu tərəfə. Təzə samba məktəbi açmış oy. Oradan gəlirsən burada. Hər nə söz var. Elə bir şeydir yəni. Mən hal-hazırda dediyim kimi 11-ci sektordayam. Qiyməti elə də baha deyil yəni. Bir şey yadımdan çıxdı, amma elə də baha bir şey deyil yəni. Bura bilet, amma online alsanız yəni elə də baha xoş gəlmir. Çünki gecikəndə bilet tapa bilmirsiniz. Tapdığınız biletləri də gəlib Qarabazardan alırsınız, o da biraz daha baha olur. Amma online olaraq əldə edə bilərsiniz biletləri. riokarnaval.org yəni elə bir şeydir. Demək olar ki, karnaval başlamaq ərəfəsindədir. 5-10 dəqiqəyə güc başlayacaq. İşıqlar zaten söndürdülər ki, şey olsun. Artıq başlayıb oradan artıq gəlməyə başladı. Ya Allah'ın adı, getdik. Oturun, mən də oturum, ne olar, hamımız oturaq. Nə danışsam eşitdim, gediyor,
4 saatdir davam edir bu Rio Karnavalı. Amma Rio Karnavalı normalde Carnaval 2025. imkan versə oxuyun. Rio Karnaval normalde ümumiyyətlə 7-8 saat davam edir. Yəni saat tezdən 5-ə 6-ya qədər davam edən bir karnavaldır Rio Karnavalı. Çünki hər samba məktəbi ayrı-ayrı səhnəyə çıxır. Yəni oradan o keçişləri reallaşdırır. Hər birinin getməyi üçün də təxminən 50-70 dəqiqə arası bir vaxt lazım olur. Belə deyim, indiyə qədər cəmi 4 dənə samba məktəbi keçibdir. Hələ deyəsən 3 dənə qalıb, amma mən düşünürəm ki, bu qədər kifayətdir. Tezdən saat 5-ə 7-yə qədər gözləməyin bir mənası yoxdur. Amma mən düşünürəm ki, yavaş-yavaş getmək vaxtıdır. Ətrafdakı insanlar da yavaş-yavaş gedir. Yəni 5-ə 7-yə qədər çox az bir hissəsi qalacaq. Heç nə, Rio Karnavalı bu cür idi. Artıq yavaş-yavaş yekunlaşdırmaq vaxtıdır. Sağollaşaq. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə. Sağ olun.